Bəzən günlərlə evə gələ bilmir, bəzən günlərlə yata bilmirlər. Bəzən sevdiklərinin, doğmalarının şad günlərində onların yanında ola bilmirlər. Bəzən soyuq, şaxtalı havalarda biz isti evimizdə oturduğumuz vaxt onlar xidmətdə olur, bizi qoruyurlar. Zabit həyatı bax belə çətin və şərəfli həyatdır. Şərəfli, çətin zabit həyatını seçib vətəni üçün şəhid olan igidlərimizdən biri də baş leytenant Mirzəyev Elmar Şahinoğludur. Elmar 1995-ci il may ayının 1-də Biləsuvar rayonu Ağalıkənd kəndində anadan olmuşdu. Ağalıkənd tam orta məktəbində təhsil alan Elmar elə o vaxtdan da zabit olacağı qərarını vermişdi. Hərbi forma, hərbiçi həyatı onun arzusu idi. Elə buna görə də 2012-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olur. Qəbul olduğu ildən nizam-intizamı ilə, savadı ilə seçilən Elmar şərəfli zabit həyatının bütün sirlərini, döyüş taktikasını, döyüşdə müdafiə olunmağı dərindən öyrənir. Məzun olduqdan sonra leytenant rütbəsi alaraq xidmətə başlayan Elmar öyrəndiklərini öz əskərlərinə öyrətməyə başlayır. Onun tabeliyində olan əskərlər, komandir hər zaman bizimlə maraqlanır, bizə qayğı ilə yanaşırdı. O deyirdi ki, evinizdən uzaq olduğunuzu düşünməyin. Vətən torpağının hər qarışı sizin evinizdir. Nə probleminiz, nə dərdiniz olsa da mən buradayam, deyə onu xatırlayır. Elmarın dəfələrlə onlara kömək etdiyini söyləyirlər. 44 günlük vətən müharibəsinin ilk günlərindən cəbhəyə atılan Elmar